deyir. İki şəhərdən qarşı-qarşı 2 qatar yola düşdü. Birinci qatar 4 saat, ikinci qatar 6 saat. Belə məsələləri 1 saata birinci tapmaq da məqsəd uyğundur. 1 saata gedəcək 4də 1 hissəsini birinci qatar, ikinci qatarda 1 saata 6da 1-ni. Bunlar qarşı-qarşıya gəlir deyə toplayırıq bunları. Və ortaq məxrəc 12 də götürmək olar. 12-ni 4-ə böləndə 3, 12-ni 6-ya böləndə 2, 3 vur 1, 3, 2 vur 1, 2, 12-də 5. Deməli, deyir, amma bütün yol hansı hissəsini təşkil arasındakı onların arasındakı məsafə qatar. Biri buradan çıxdı, biri o bir tərəfdən. Tutaq ki, bu bura gəldi. Bu da bura gəldi. Bunların arasında deyir, nə qədər məsafə. Biz gedilən yolu tapmışıq. Deyir, nə qədər arasında məsafə qalır. Yəni, 1-dən çıxacaq. Tam hissə 1-də axı. Yəni, 12-də 12-dən çıxacaq 12-də 5-i. O diləcək 12-də 7. Nə qədər deyir, aralarında məsafə qalır. Arasında məsafə nə qədər təşkil edir? 12'də 7 olur cavab bu hissə. Buradan bura. Aralarında məsafə qalacaq. Cavab A variantı.